Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verdi. Xanoba kəndi Xocavənd rayonunun eyni adlı inzibati ərazi dairəsində, rayon mərkəzindən 15 km cənub-qərbdə yerləşir. Bura Qarabağ xanlarına məxsus olmuş yaşayış məntəqəsidir. İşğaldan əvvəl kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Xanoba kəndi ərazisində mövcud fərdi evlərin sayı 153-dür. Onlardan da 21-i yararsız, 132-si isə qismən yararlıdır. Qismən yararlı evlərdən 26-sı artıq istismara hazırdır. Bu ilin sonunadək daha 106 ev hazır olacaq. Bir neçə gün əvvəl ilkin mərhələdə kəndə 25 ailə, 114 nəfər qayıdıb. Oktyabrədək daha 107 ailənin köçürülməsi planlaşdırılır. Ümumilikdə ötən ilin oktyabrından Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər, 441 ailə qayıdıb. Xanoba kəndində sosial məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb. 2 ədəd mövcud transformator məntəqəsi, elektrik və qaz xəttləri bərpa olunub. Eyni zamanda yeni elektrik, qaz və optik xəttlər çəkilib. Subartizan quyusu və nasos stansiyasında təmir işləri aparılıb. Sonra dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva kəndə köçmüş Bəybala Qasımovun evində oldular. Gedək göstərək bizim maşını. İstəyirsən maşına minmək? Maşına baxırsan. Gedək baxaq. Gedək. Gedək. Nə maşına? Balaca. Ne olsa bunu? Ona. Ha. Gel. Otur. Otur görək. Aha. Necə xoşuma gəlir bu maşın? Yaxşı maşındır. Bu yaxşıdır yoxsa Kamaz yaxşıdır? Ha. Kamaz. Sen Kamaz güzel. Seni gelesin seni. Ay. Sağ ol. Sağ ol. Babana döküşsen. Sağ ol. Yine sağ ol baba. Ha? Yine sağ ol baba. Mən sənin maşınını istəyirəm. Ben bir istersen yaxşı. Sağ olun. Tebrik ederim. Sağ ol. Sağ ol. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Xanoba kəndinə qayıdan bir qrup sakinlə görüşdü. Dövlətimizin başçısı onlarla birlikdə Novruz tonqalını adlandırdı.